müttəfiqlər arasında sensasyon bir parçalanma Qərb koalisiyasının təməllərini sarsıtdı. Donald Trump Benjamin Netanyahunu dünyanın paytaxtlarını sarsıdan ittihamlarla tənqid etdi. "Bizi İrana sürüklədinizmi?" deyə soruşdu. Ağ Evdəki mənbəyə görə Amerika prezidentinin bu sözləri hər iki administrasiyanın rəsmiləri tərəfindən eşidilən qızğın telefon danışığı zamanı səsləndirilib. Trump, İsrail baş nazirinə qışqıraraq onu Xameneyini aradan qaldırmaq əməliyyatını qlobal fəlakətə çevirməkdə ittiham edib. Yaxın Şərqdəki Amerika bazalarına raketlər düşür, neft qiymətləri rekordlar qırır, qlobal iqtisadiyyat kəskin şəkildə aşağı düşür və nüvə müharibəsi təhlükəsi Kuba raket böhranından bəri əvvəlkindən daha realdır. Trump bütün bunlara görə bir nəfərin, Benjamin Netanyahunun məsuliyyət daşıdığına inanır və Amerikadan İsrailin problemlərini həll etmək üçün bir vasitə kimi istifadə edir. Sökülməz görünən ittifaq dünyanın təəccüblü gözləri qarşısında parçalanır. Məlumatlı mənbələrə görə Trump və Netanyahu arasındakı söhbət 1 saatdan çox davam edib və ton yüksəldilib. Emosionallığı ilə tanınan Amerika prezidenti bu dəfə özünü üstələyib. O, İsrail baş nazirini əməliyyatın əsl risklərini qəsdən gizlətməkdə, İranın cavab vermə ehtimalını azaltmaqda və nəticəsiz təmiz və sürətli bir ləğv vəd etməkdə günahlandırdı. Bunun əvəzinə Amerika regional müharibə, bazaların yandırılması, ölü əskərlər və qaçış yolu olmayan bir münaqişəyə cəlb olunma ehtimalı ilə üzləşdi. "Sən mənə Süleymani kimi olacağını dedin", deyə Trump qışqırdı. Amma bu Süleymani deyil, bu 3-cü Dünya müharibəsidir. 2020-ci il yanvar ayında Qasım Süleymaninin öldürülməsi əslində nisbətən rahat keçdi. İran daha sonra özünü bununla məhdudlaşdırdı, Amerika bazalarına simvolik zərbələr endirilib, İranı itkilərdən qaçınmaq üçün xəbərdar edilib. Trump bu dəfə də oxşar bir şey gözləyirdi, amma ali liderin sui-qəsdi tamamilə fərqli bir səviyyədədir. Xameneyi sadəcə bir general deyildi, o İran dövlətçiliyinin təcəssümü, 80 milyonluq bir millətin mənəvi lideri, İslam inqilabının simvolu idi. Onun sui-qəsdi cavabsız qala bilməzdi və cavab gəldi. Geniş miqyaslı, xaoslu və dağıdıcı. İran əlində olan hər şeylə zərbə endirdi və Yaxın Şərq xaosa qərq oldu. Mənbələrə görə Netanyahu özünü doğrultmağa çalışıb, İsrailin ABŞ ordusu ilə birgə hücum planlaşdırması üçün əməliyyatı əlaqələndirmək üçün verdiyi kəşfiyyat məlumatlarına işarə edərək. Lakin Trump buna əmin deyildi. İddialara görə Amerika prezidenti bunun necə bitəcəyini bilirdinizmi? dedi. Siz bunu istəyirdiniz. Siz Amerikanı İran müharibəsinə sürükləmək istəyirdiniz. Çünki İsrail tək başına bunun öhdəsindən gələ bilmirdi və məndən istifadə etdiniz. Bu sözlər əgər həqiqətən deyilirsə, ABŞ-İsrail münasibətlərində tektonik bir dəyişikliyi göstərir. Ağ Evdə həmişə İsrailin ən yaxşı dostu hesab olunan Trump indi İsrail liderini xəyanətdə ittiham edir.